Kilosu 150 manat. Doğru. Boğazımda qaldı. Bugün nənəmlə məşhur laimberini sınayırıq. Nənəcan, son zamanlar trenddə olan məşhur dadlar var, hansı ki qurudulmuş dondurma və laimberi. Heç özüm də sınamamışam. İstədim birlikdə səndən sınayaq və sənin də fikirlərini alım. Başlayaq. Başlayaq, görək. Allah özü xeyir eləsin. Birinci dəfədir görürəm. Adı da nə oldu? Laimbird. Laimberi. İlk laimberin dadına baxaq. Belə bir şeydir. Nə hiss elədin? Belə. İçi çiyələkdir, qurudulmuş. Elə çiyələkdir içindəki. Üstü də şokoladlı, amma alça dadı verir. Necə bir Elə bir şey şeydir? ki, təzə dəymiş göy alçadır. Bəyəndim. Qəşəngdir doğrudan. Mey xoşdur. Bax, mənə xoşum gələn şeylərdir, daddır. Kilosu 150 manat. Doğru. Boğazımda qaldı. Nə 150 manat az? Hə, kilosu nə? 150 manat. Doğrudan deyirsən ha? Mən bu qədər 15 manat almışam 5-6 dənəsini. Bu kimdir? Alan. Mən. Burada isə qurudulmuş müxtəlif meyvələrdən ibarət dondurmalardır. Plambir var, şokoladlı var, çiyələkli. Gəlin də bunların dadına baxaq. Mən qarışığını götürürəm. Belə görünür içi. Mən də çiyələkli üçün götürürəm. Gəlin dadına baxaq. Biraz bərkdir bu. Bu qəşəngdir. Sənki necədir? Qəşəngdir. Bu bilsən nədir? Elə bir normal dondurmanı götürürlər, salırlar Ağzında aparata əriyir. və onu dondururlar, belə bir formaya gətirirlər. Mən çox bəyəndim. Üçüncünü də dadına baxaq. Bu mən özümün aldığımda tapdığım bir şeydir. Keşfətdə falan heç yerdə yoxdur. Bu bilirsən nədir? Deməli içərisi xurmadır, üzəri şokoladdır və qozdur. Yəni yumşaq, çox dadlı bir şeydir. Mən bunun kilosuna 25 manat vermişəm. Amma çox belə sevərək. Bunun kilosu neçədir bəs? O bahadır. Yadımdan çıxıb. Hə. Yəni məsələn bu qabdakına mən 15 manat falan pul verdim. Balaca bir qabdakına. Yəni nədir ki, orada 200 qram şey yoxdur. Gəl indi bunun dadına bax. Mən bunun dadını bilirəm. Çox da sevirəm. Belə göstərərəm də. İçə xurmat deyirsən? Hə, yumşaqdır o. Çox da sənə şəkər oynatmayacaq. Belə bir şeydir. Bax. Xurma. Necə dadı? Əla. Hamısı yaxşıdır. Ən çox hansını bəyəndim içindən, düzündə? Ən çox bunu. Orada. Çünki bu mey xoşdur belə. Həm alça dadı gəlir, həm Ürək çiyələk dadı vurmur. gəlir. Hə. Bu məsələn şokoladlı mənə özümə də ziyandır. Adamın ürəyin vurur. Bu yox, amma bu alça hamısından qəşəngdir. Bəs siz necə? 150 manat verərdiniz bunun kilosuna. Sən verərdin? Mən yox.